bugün Azərbaycanın şəhid milli qəhrəmanı Albert Aqanovun mövlududur. Yəni anadan olduğu gündür. Albert Aqanov 1969-cu ildə 25 apreldə Bakı'ndan anadan olmuşdur. Birinci Qarabağ müharibəsi hər tarixində qanlı faciələrlə yadda qalmış bir dövr. Bəxşad düşmənlərimiz Azərbaycan torpaqları üzərində böyük bir Ermənistan Respublikası kurmaq iddiasıyla yaşayıb və torpaqlarımızı işğal etməyə başlamışdır. Həmişə torpaqlarımızı işğal etməklə bərabər də dinc əhaliyə divanlar tuturdu. Albert də Vətənoğlu kimi, qeyrətli Vətənoğlu kimi döyüşlərə atıldı. Bir çox qəhrəmanlar göstərən Albert düşmənin kabusuna çevrilmişdir. Lakin 1992-ci il 8 mayda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş. Biz Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.